Fabriklər, zavodlar söküldü, ancaq yeniləri tikilmədi. Bircə İsmayılıda bir velosiped zavodu tikmişdilər. Bu da bir uğurlu layihə kimi göstərilirdi. Hələ İlham Əliyev getdi orada, yolda bir o velosipedi o üzə bu üzə sürdü. O yol kənarındadır, həmin velosiped zavodu. Ancaq o zavodun üzərində göyərçin yuvası düzəldiblər. Hər dəfə mən gedəndə görürəm ki, zavod işləmir, qapıları bağlıdır. Zavodun üzərində də yüzlərlə göyərçinlər özlərinə yuva salıblar. Yəni o zavod da işləmir, hətta velosiped zavodu da işləmir. Yəni Azərbaycana qeyri-neft sektoru inkişaf etmir. Baxmayaraq ki, İlham Əliyev hər çıxışında demək olar ki, bu barədə danışır. Regionların inkişafı məsələsindən danışaq. Mən Zaqatalada doğulub böyümüşəm. Zaqatalada 30-dan çox zavod, fabrik vardı, hətta Sovet dövründə. İndi ancaq belə xırda-xırda fındıq zavodları var. Onlar da ancaq hakimiyyətdə olan bir nazirə və ya bir ailəyə məxsus olan, onların tabeçiliyində olan zavodlardır. Yəni digər bir sıra orada yüngül sənaye ilə bağlı olan zavodlar vardı, mebel zavodları vardı, digər zavodlar vardı, dəzgah və ərma zavodları vardı. Onlar hamısı bağlanıb, heç biri işləmir, heç biri fəaliyyət göstərmir. Təbii ki, dövlət bunu eləməlidir. Və ya dövlət şərait yaratmalıdır ki, vətəndaşlar, insanlar asan şəkildə bu işləri görə bilsinlər. Bilirsiniz, qeyri-neft sektoru əsasən Azərbaycanda nəyə görə inkişaf etmir? Çünki Azərbaycanda iqtisadiyyatla oliqarxlar məşğuldur. Oliqarxlar vəzifədə olan, hakimiyyətdə olan adamlardır. Onlar isə Azərbaycanda hansısa məhsulu istehsal edərək əldə etdikləri vəsaitdən daha çox xaricdən həmin malı gətirib Azərbaycanda satmaqla daha çox gəlir əldə edirlər. Dünyanın hər yerindən bahalı bir ölkəyə çevrilib Azərbaycan. Baxmayaraq ki, əmək haqları Azərbaycanda dünyanın bir çox ölkələrindən 10 dəfə azdır. Amma qiymətlər, məsələn, Azərbaycanda olan qiymətlər, istər yüngül sənaye məhsullarına olan qiymətlər, istər ərzaq məhsullarına olan qiymətlər təxminən Almaniyada olana bərabərdir.